Şəxsiyyətin klinik nəzəriyyəsi konsepsiyasında Erik Fromun da xidmətləri az olmamışdır. O, Almaniyada anadan olmuş, fəaliyyətə başlamış, sonra Amerikaya, oradan da Meksikaya getmişdir. Froma görə ictimai inkişaf şəxsiyyətin daha çox fərdiləşməsi ilə azadlığına gətirib çıxarır. Onun fikrincə, yeni azadlıq inamsızlıq, öz gücünü duymamaq, şübhə, tənhalıq və həyəcanın meydana gəlməsi ilə bağlıdır. Buradan da şəxsiyyətin azadlıqdan qaçması meydana gəlir. O özünün Azadlıqdan Qaçış kitabında Amerikanı xəstə ölkə adlandırmışdır. Onun fikrincə, kapitalizm cəmiyyətindəki rəqabət nevrotik şəxsiyyətlər funksional nevroz yaradır. From adamları bir şəxsiyyət kimi 4 yerə bölürdü: mazoxist, sadist, konformist və tənha tiplər. Mazoxist tipə görə mazoxist tipə malik olan adam Fromun fikrincə cəmiyyətdə daim uğursuzluqlarla qarşılaşan adamdır. Bu uğursuzluqda o yalnız özünü günahkar sayır. Sadist tip öz uğursuzluqlarının günahını özündə deyil, başqa adamlarda, cəmiyyətdə görür. O adamları və dünyanı düşmən kimi qavrayır və onları məhv etməyə cəhd göstərir. Daima hakimiyyətə, hökmranlığa, əzməyə, dağıtmağa can atır. Konformist tip ümumi kütləyə qarışır. Başqaları necədirsə, onlar kimi olmağa, onlardan fərqlənməməyə cəhd edir. O həmişə mövcud şəraitə uyğunlaşır. Tənha tip həmişə mübarizədən, cəmiyyətdən uzaqlaşır. Situasiyadan kənar olmağa, ondan qaçmağa çalışır. Şəxsiyyətin klinik nəzəriyyəsinin digər nümayəndəsi Amerika psixoloqu Sullivan olmuşdur. O əsasən Horne'nin istiqamətini qəbul etmişdir. Onun fikrincə, psixoloji tədqiqatların obyekti ayrı-ayrı subyektlər olmamalıdır. Subyektlərin birgə fəaliyyətin məhsulu olan şəxsiyyət olmalıdır. Sullivan şəxsiyyətin inkişafının mexanizmini bu formada göstərir. 1. İncəliyə, əzizlənməyə tələbat. 2. Həyəcandan qaçmaq cəhdi. Sullivanın fikrincə, təhlükəsizliyə olan tələbat, həyəcandan qaçmaq cəhdi sosial xarakter daşıyır. Lakin bu sosiallıq uşaq doğularkən onun üzvü tələbatına daxil olur. Sullivan belə hesab edir ki, uşaq doğularkən hər iki mexanizm mövcud olur və onlar şəxsiyyətin inkişaf mexanizmini təşkil edirlər. Lakin insan yaşadığı xarici aləmdə daima onu təmin etməyən və həyəcan doğuran hallarla rastlaşır. Məhz xarici aləm də həmin mübarizədə, başqa sözlə, narahatlıqla mübarizədə insan şəxsiyyəti formalaşır. Sullivan bunu mən sistemi adlandırır. O göstərir ki, mən sistem, daha doğrusu şəxsiyyət, birinci şuursuzluq səviyyəsində, narahatlıqla mübarizədə, ikincisi həmin narahatlıqdan yaxa qurtarmaq üçün müxtəlif vasitələri tapma prosesində inkişaf edir. Mən sistem uşağı, yeniyetməni, sonradan isə yaşlı adamları əvvəlcə ananın, sonra isə başqa adamların, məsələn, iş yerindəki həmkarlarının köməyinə qaçmağa məcbur edir. Beləliklə də Sullivana görə şəxsiyyətlərarası münasibətlər formalaşan şəxsiyyətin mexanizmi kimi özünü göstərməyə başlayır. Nəhayət, şəxsiyyətin klinik nəzəriyyəsində özünə məxsus yer tutan psixoloqlardan biri də Erik Erikson olmuşdur. Erikson Almaniyada doğulmuş, 1927-1933-cü illərdə Venada Freydlə birlikdə işləmiş, 1933-cü ildən ABŞ-a köçmüşdür. O, ego-psixologiya konsepsiyası yaradıcılarından biri olmuşdur. Onun nəzəriyyəsi epigenetik nəzəriyyə adı ilə məşhurdur. Onun fikrincə, şəxsiyyətin inkişafı sosial aləmlə müəyyən edilir. O, şəxsiyyətin identikliyi anlayışını irəli sürmüş və həmin anlayış altında insanın əhatə olunduğu sosial aləmlə qırılmaz əlaqəsi barədə ona məlumat verən mərkəzi keyfiyyəti nəzərdə tutmuşdur. Həmin keyfiyyətlər bu parametrlərlə ifadə olunur: insanın özünə doğru mərkəzləşməsində, sosial qrupla, onu əhatə edənlərlə eyniləşdirməsində, insanın öz qiymətini, sosial rolunu müəyyənləşdirməsində.
Şəxsiyyətin eksperimental nəzəriyyəsi də psixologiya tarixində özünə məxsus yer tutmuşdur. Burada birinci növbədə diqqəti cəlb edən Olford və Merreyin personoloji nəzəriyyəsidir. Amerikan psixoloqu Gordon Olford şəxsiyyətin öyrənilməsinə sistemli yanaşmanın ilk təşəbbüskarlarından biri olmuşdur. Onun fikrincə, insan açıq sistemdən ibarətdir. Bu o deməkdir ki, insanın inkişafı daima başqa adamlarla qarşılıqlı əlaqədə, qarşılıqlı münasibətdə baş verir. İnsan təkcə onu əhatə edənlərə nə isə bəxş etmir, özü də onlardan nə isə alır. Olford şəxsiyyətə insanlar arasındakı geniş əlaqə sistemindən törəyən bir hadisə kimi baxır. Olforda görə şəxsiyyət münasibətlərin qəti modelidir. Olforda görə şəxsiyyətin inkişafı bioloji tələbatların məcburiyyətindən azadlığı onun motivlərinin avtonomluq dərəcəsi ilə müəyyən edilir. Şəxsiyyətin eksperimental nəzəriyyəsi içərisində Amerikan psixoloqu Kellinin şəxsiyyətin konstruktorlarının konsepsiyası da xüsusi yer tutur. Onun fikrincə, şəxsiyyətin psixi proseslərinin təşkili onun gələcək hadisələri qabaqcadan necə sezməsindən, düşünməsindən asılıdır. Bu fərziyyələrin təsdiq olunmaması sisteminin çox və ya az dərəcədə yenidən təşkil edilməsinə gətirib çıxarır ki, bu da gələcək haqqında sonrakı xəbər vermənin adekvatlığını yüksəltməyə səbəb olur. Kelly bir sıra konkret psixoloji metodikalara tətbiq oluna bilən repertuar şəbəkə metodiki prinsiplərini işləyib hazırlamışdır. Hazırda bundan klinik və təlim psixologiyasında müvəffəqiyyətlə istifadə olunur. Şəxsiyyətin əsas nəzəriyyələri içərisində koqnitiv nəzəriyyə də mühüm yerlərdən birini tutur. Bunlardan ən çox diqqəti cəlb edən Amerikan psixoloqu Festingerin koqnitiv dissonans nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə, əgər fərdin şuurunda eyni bir obyektə və hadisəyə dair məntiqi cəhətdən bir-birinə zidd olan bilik qarşılaşırsa, onda fərd bir növ diskomfortluq hissi keçirir və həmin hissdən yaxa qurtarmağa çalışır. Bəzən obyektiv şəraitdən asılı olaraq bu və ya digər şəkildə hərəkət etməli olur. Bu zaman insanın bilikləri ilə real davranış arasında ziddiyyət meydana gəlir. Yerinə yetirilən iş cansıxıcı olur. Ona görə də fərd bu vəzifəni yerinə yetirmək, həmin vəziyyətdən çıxmaq üçün müvafiq obyektlər və hadisələr haqqında öz biliyini və ya sosial ustanovkasını yenidən qurmağa, təşkil etməyə çalışır. Onların arasındakı həmin ziddiyyəti aradan götürmüş olsun. Festingerə görə öz hərəkətinə, davranışına bəraət qazandırmağı gücləndirməyə çalışan insan ya öz davranışını dəyişir, ya özünün hərəkətinin bağlı olduğu obyektə münasibəti dəyişir, ya da həmin davranışın özünə və başqalarına əhəmiyyətini qiymətdən salır. Şəxsiyyətin behaviorist nəzəriyyəsi də psixologiya tarixində özünə müvafiq yer tutmuşdur. Bu sahədə Skinnerin nəzəriyyəsi xüsusilə diqqəti cəlb edir. Skinner müasir Amerika behaviorist psixologiya məktəbinin nümayəndəsi olmuşdur. O, neobehaviorizmin əleyhinə çıxmış, psixologiya yalnız stimul, reaksiya və həmin reaksiyanın möhkəmləndirilməsinin zahiri müşahidə olunan qanunluqlarını qeyd etməklə kifayətlənmişdir. Skinner operasiya, əməliyyat sözündən götürülmüşdür. Operant öyrənmə konsepsiyasını irəli sürmüşdür. Bu konsepsiyaya görə orqanizm məhz ona görə yeni reaksiya verir ki, özü onu möhkəmləndirir və yalnız bundan sonra xarici stimul reaksiya yaradır. İlk növbədə Skinner operant davranışı bir sıra orijinal metodika və cihazları tətbiq etməklə öyrənmişdir. O, proqramlaşdırılmış təlimin əsasını qoymuşdur. Bandor və Dollardın sosial təlim nəzəriyyələri də şəxsiyyətin behaviorist nəzəriyyələri içərisində özünə məxsus yer tutmuşdur. Nəhayət, humanist nəzəriyyə də şəxsiyyət haqqında psixoloji nəzəriyyələr içərisində özünə samballı yer tutmuşdur. Bunlardan Rogersin və Maslow'un özünü aktuallaşdırma nəzəriyyəsi və May'in ekzistensional psixologiyası xüsusi diqqət doğurur. Həmin nəzəriyyə tərəfdarları şəxsiyyətə cəmiyyətdəki həyat və fəaliyyət prosesində yaranan hər hansı bir psixoloji törəmə kimi insan təcrübəsinin inkişafı, ictimai davranış formalarının mənimsənilməsi məhsulu kimi baxılır.
Həmin istiqamətin nümayəndələrinin əsərlərində tez-tez belə bir fikir irəli sürülür ki, insanda əvvəlcədən humaniot, altruistik tələbatlar mövcud olur və məhz həmin tələbatlar insan davranışının mənbəyini təşkil edir. Humanist psixologiya məktəbinə mənsub olan Amerika psixoloqu Carl Rogers şəxsiyyətin strukturunun fundamental komponenti kimi mən konsepsiyasını qəbul etmişdir. Onun nəzəriyyəsi özünü aktuallaşdırma adı ilə məşhurdur. Onun fikrincə, mən konsepsiya subyektdə ətraf mühit, ilk növbədə sosial mühit arasındakı qarşılıqlı təsir prosesində formalaşır və onun davranışının özünü tənziminin integral sxemini təşkil edir. Mən konsepsiya və ideal mən haqqındakı təsəvvürlər arasındakı uyğunlaşma, eləcə də bilavasitə real təcrübə və real mən arasındakı uyğunluğun pozulması özünü aktuallaşdırma cəhdi yaradır. Carl Rogersə görə, hətta ən ilkin tələbat və cəhd insana o şəraitdə təsir göstərə bilər ki, onlar müvafiq normalara uyğun olsun. Onun fikrincə, tələbat müsbət qiymətləndirildikdə şəxsiyyətin inkişafı ilə yanaşı, həmin tələbatlar daha da əsaslı olmağa başlayır və son nəticədə insan öz orqanizminin tələbatlarının ödənilməsindən çox başqa adamların onu bəyənməsinə və ona hörmət etməsinə ehtiyac duymağa başlayır. Hörmət əsasında özünə hörmət baş verir ki, bu da fərdin mühüm tələbatlarından birinə çevrilir. Humanist psixologiyanın ən ifrat nümayəndələrindən biri Amerikan psixoloqu Abraham Maslow olmuşdur. O şəxsiyyət tələbatlarının iyerarxik quruluşunu vermişdir. Bununla əlaqədar o, insan tələbatlarının 7 səviyyəsini qeyd etmişdir. Fizioloji tələbatlar, təhlükəsizliyə tələbat, mənsubiyyətə və məhəbbətə tələbat, hörmətə olan tələbat, idraç tələbatları, estetik tələbatlar, özünü aktuallaşdırmaya olan tələbat. Bunu həmin tələbatların iyerarxik piramidası kimi təsəvvür etmək olar. Burada göründüyü kimi, ən aşağı səviyyədə olan fizioloji tələbatlardan başlayaraq, ən ali tələbat olan özünü aktuallaşdırmaya qədər iyerarxik yüksəlik baş verir. Nəhayət, şəxsiyyətin humanist nəzəriyyələrinə meyin eksistensional psixologiya nəzəriyyəsi də daxildir. Bu nəzəriyyə humanist psixologiyanın istiqamətlərindən birini təşkil edir. Eksistensional psixologiyanın öyrəndiyi sahələr bunlardır: zaman, həyat və onun problemləri. 2. Azadlıq, məsuliyyət və seçmə problemləri. 3. Ünsiyyət, məhəbbət, tənhalıq problemləri. 4. Yaşamağın, mövcud olmağın mənasını axtarmaq problemləri. Eksistensional psixologiya konkret insanın şəxsi təcrübəsinin ümumi sxemə uyğun gəlməməsinin unikallığını qeyd edir. Eksistensional psixologiyanın əsas məqsədlərindən biri şəxsiyyətin autentikliyini, onun həyatındakı varlığının onun daxili təbiətinə uyğunluğu probleminin həllindən ibarət olmuşdur. Müasir eksistensional psixologiyanın təcrübəsində psixoanaliz, analizin bir çox nailiyyətlərindən istifadə olunmuşdur. Şəxsiyyətin fəallığı və istiqaməti. Şəxsiyyətin fəallığı əvvəl qeyd edildiyi kimi şəxsiyyət gerçəkliyi dərk edilib dəyişdirməyi bacaran, fəaliyyət göstərən konkret canlı insandır. Deməli, şəxsiyyət ictimai münasibətləri dərk edən, həmin münasibətlər qovşağında formalaşan subyekt, daha doğrusu fəal varlıqdır. Məhz onun fəallığı onun üçün fərqləndirici əlamət rolunu oynayır. Şəxsiyyət fəaliyyətin köməyi ilə gerçək aləmlə fəal qarşılıqlı təsir prosesində təşəkkül tapır. Bəs insan şəxsiyyətinin fəallığı nə ilə bağlıdır? Onu təmin edən amillər nədən ibarətdir?